Ascon Holding şirkətlərindən olan Asconun gəmiləri ilə 2025-ci il ərzində 9.085.935 ton yük daşınıb. Bu da 2024-cü illə müqayisədə 5,38% artım deməkdir. Ən yüksək artım quru yük gəmiləri ilə daşımalarda qeydə alınıb. Ötən il ərzində bu tip gəmilərlə 1.324.999 ton yük daşınıb. Bu 2024-cü ilin eyni göstəriciləri ilə müqayisədə 45%-dən çoxdur. Ötən il tankerlərlə daşınan yükün həcmində də artım müşahidə olunub. Belə ki, 2024-cü ildə 4.216.243 ton yük daşındığı halda 2025-ci ildə bu göstərici 4.310.046 tona çatıb. Beləliklə bu segment üzrə daşımalarda 2%-dən çox artım qeydə alınıb. Statistikaya əsasən 2024-cü ildə bərə gəmiləri ilə 76.757 ədəd təkərli texnikanın, yəni vaqon, tır və avtotexnikanın daşınması həyata keçirilib. 2025-ci ildə də təxminən eyni səviyyədə, yəni 77.071 ədəd vaqon, tır və avtotexnika daşınıb. Bundan başqa ötən il Asconun gəmiləri ilə daşınan konteynerlərin sayı 22.030 TEU olub. Bu isə 2024-cü illə müqayisədə 203% artım deməkdir.